Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin ve salatu vesselamu ala seyyidina ve nebiyyina Ebil Qasimil Mustafa Muhammed sallallahu aleyhi ve alihi ve sellem ve ala alihi tayyibin tahirinel masumin. Allahu Teala fi kitabihil kerim. Euzu billahi mineşşeytanirracim. Ve izâ sa'aleke ibâdî anni fe inni qarîb ucibu da'veted da'i izâ da'an felyestecîbû li ve liyu'minû bi leallehum yerşudun. Sadakallahul aliyyul azim. Rabbi şrah li sadri ve yassir li emri ve hlul ugdeten min lisani yefqahu kavli. Allah'a hamdolsun. Şaban ayının günlərini yaşayırıq. Bu bərəkətli, bu rəhmət ayı olan, məğfirət ayı olan mübarək Şaban ayını yaşayırıq. Peyğəmbər ayını yaşayırıq. Bu ayda dua etmək çox tövsiyə olunur. Baxın, Şaban ayının Şabaniyə salavatı, Şaban ayının münacatı, istiğfarlar. Baxırsınız ki, bütün Allahın bu ayda bəndiyə təqdim elədiyi münacat duadır. Ki, bu ayda insan Rəbbi ilə bir ünsiyyət qursun. Dua ilə. Dua bir mənada insanın Allahla ünsiyyətini, bağını düzəldir. Rabitəsini, get-gəlini düzəldir. Bir insanın həyatında əgər dua öz yerini tapsa, insanın Allahla olan ünsiyyəti həyata keçər. O ünsiyyət qurular, o əlaqə qurular, o get-gəl düzələr. Bizim əksəriyyətimizin həyatında Allahın olmamaqlığının səbəbi budur ki, biz duaya, münacata əhəmiyyət vermirik. Dua bizim həyatımızın bir axarına düşməyib. Allah Teala buyurur ki, Ya Resulüm, ey mənim əziz Peyğəmbərim, və izə səələkə ibadi, bəndələrim məni səndən soruşduqda, anni fə inni qarib, söylə ki, mən onlara çox yaxınam. Ucibu dəvətəd da'i izə da'an. Dua edib məni çağıranın duasını qəbul edirəm. Kim məni çağırırsa, kim məni öz həyatının zəruri bir ehtiyacı bilirsə, mənə ehtiyac duyursa, yəni özünü məndən asılı bilirsə, məni çağırmağı həyatının mühüm bir hadisəsi bilirsə, məni çağırırsa, dua edib məni çağırırsa, mən onların duasını qəbul edirəm. Mən onların çağırışına cavab verirəm. فَلْيَسْتَجِيبُوا لِي وَلْيُؤْمِنُوا بِلَعَلَّهُمْ يَرْشُدُونَ. Gərək onlar da mənim çağırışımı qəbul edib mənə iman gətirsinlər. Gərək Allah da çağıranda Allahın çağırışına cavab verək. Ud'uni əstəcib ləkum. Çağırın məni, sizin çağırışınıza cavab verim. Amma bəzən yox, Allah ilə özü bizim dalımızdadır. Allah ilə özü bizi çağırır. Özü bizi səsləyir, bizə nicat versin. Bizi saadətə çatdırsın. Allah da deyir ki, mən də onları çağıran zaman mənim çağırışımı qəbul edib mənə iman gətirsinlər. Bununla da ola bilsin ki, doğru yola yetişsinlər. Ümid var ki, onlar doğru yola yönələnlərdən olsunlar. Baxın, əzizlər, möminlər, bu Şaban ayı yaxşı bir fürsətdir. Yaxşı bir fürsətdir ki, özümüzdə bir bəndəçilik halı formalaşdıraq. Özümüzdə
ibadətə bir şövq yaradaq. Yəni, yaxşı bəndə ola bilək. Çünki qarşıda mübarək Ramazan ayı gəlir. Qarşıda elə bir ay var ki, biz gərək Şaban ayında çox çalışaq. Şaban ayında bir mənada Allahla danışmağın sirrini özümüz üçün açaq. Dua. Duanı öz həyatımızda tətbiq eləyək. Görək dua bizim həyatımıza necə bir rəng qatır. Görək dua bizim bəndəçiliyimizdə hansı əlçatılmaz nemətləri bizim üçün həyata keçirdir. İbadətin həqiqəti budur ki, agahlıq və zəlilcəsinə mütəal Allahın huzurunda öz ehtiyacımızı dilə gətirək. Yəni, bəndə o zaman öz bəndəçiliyindən ləzzət ala bilər ki, özündə olan o ehtiyac hissini görə, anlaya. O ehtiyac hissini oyada. Allaha olan o yanğını, o susuzluğu artıra. Allaha olan eşqi artıra. Nə ilə? Dua ilə. İnsan nə qədər əlini Allahın dərgahına açsa, nə qədər zəlilcəsinə, nə qədər acizcəsinə Allahın huzurunda Allahı səsləsə, bir o qədər insanın Allaha olan mərifəti artacaq. İnsanın Allaha olan ehtiyac hissi artacaq. Ona görə Həzrət Peyğəmbər buyurur ki, dua ibadətin məğzidir. Dua ilə heç kəs məhv olmaz. Yəni, insanı məhv edən onun duasının olmamasıdır. Onun Allahla pıçıldaşması olmamasıdır. Nəcva nəyə deyirik? Münacat. Nəcvadandır da. Nəcva yəni pıçıldamaq. O bir insanın qulağına pıçıldayarsan, Nəcva yəni Allahla pıçıldamaq. Allahla gizlində həmsöhbət olmaq. Allahla kəlmə kəsmək. Buna görə bir insanın əgər duası yoxdursa, deməli onun həyatına Allah daxil olmayıb. Əgər Allahla həmsöhbət deyilsə, deməli Allahdan başqa yad insanlara öz həyatında yer verib. Amma bir dənə Allah onun həyatına daxil olmayıb. Ayədə Allah Teala buyurur ki, Furqan surəsinin 77-ci ayəsində Qul mə ya'bə'u bikum Rabbi ləulə duakum fəqəd kəzzəbtum fəsəvfə yəkunu lizamən. Ya Rəsulum, ey Peyğəmbər, onlara denən, əgər ibadətiniz olmasaydı, Rəbbimin yanında nə qədər qədir qiymətiniz olardı sizin? Yəni, sizi dəyərə mindirən, sizi dəyərli eləyən, sizi qiymətli eləyən sizin duanızdır, sizin bəndəçiliyinizdir. Sizin duanızdır ki, sizin qədir qiymətinizi göz önünə qoyur. Və ardıca buyurur ki, siz Peyğəmbəri, Qur'anı təkzib etdiniz, yalan hesab elədiniz. Buna görə də nə dünyada, nə də axirətdə sizin yaxanızdan əl çəkməyəcəyik. Yəni, siz Peyğəmbərə, Qur'ana iman gətirmədiniz. Peyğəmbərin həyat mənbəyi olan, sizə sifariş elədiyi duanı, Peyğəmbərin sizə təkidlə tövsiyə elədiyi duanı siz öz həyatınızda tətbiq eləmədiniz. Həyatınızda bunu etmədiyinizə görə sizin heç də yaxşı bir aqibətiniz olmayacaq. Çünki siz öz həyatınızda Allaha olan ehtiyac hissini duymursunuz, anlamırsınız. Şaban ayında bu məsələləri həll eləmək üçün yaxşı bir fürsətdir. Yaxşı bir fürsətdir ki, Şaban ayında münacatlarla qəlbimizdə Allaha olan bir sevgi toxumu əkək. Məsələn, Şabaniyə münacatında o qədər dərin,
o qədər qəlbi titrədən, insanda bir zəlillik, bir fəqirçilik halını yaradan münacatdır ki, insan oxuduqca özünü Rəbbinin huzurunda o qədər zəlil, zəif, fəqir, miskin görür. Artıq bütün ümidi Allaha bağlanır. Onun rəhmətinə, onun məğfirətinə. Baxın, Şabaniyyə münacatında ilk əvvəlində oxuyuruq ki, salavatla başlayırıq. Allahümmə salli ala Muhammedin və ali Muhammed və əsmə' duayı izə dəatuk. İlahi, Peyğəmbərə və onun əhl-i beytinə xeyir, bərəkət ver. Və əsmə' duayı izə dəatuk. İlahi, sənə dua etdikdə duamı eşit. Baxın, çox dərin məzmunlu bir münacatdır. Nə qədər Allah səsləyən var ki, amma Allahın onların səsindən xoş gəlmir. Amma Həzrət Əmir əl-Müminin buyurur ki, ilahi, mən səni çağıranda mənim çağırışımı eşit, səsimi eşit, duamı eşit. Vəsma nida izə nadəytük. Səni çağırdığımda mənə cavab ver. Əgər mən səni çağırıramsa, mənim çağırışıma cavab ver, ilahi. Məni naumid eləmə. Bilirəm, bu bəndəçilik heç də ürək açan bir bəndəçilik deyil. Bu dillə ki, səni səsləyirəm, bu səslədiyim, bu danışdığım dil çox xəyanət eləyib, çox günah eləyib. Ona görə qorxa-qorxa deyirəm ki, səni çağıranda çağırışma cavab ver. Bu dil sahibinə baxma, mənə baxma, bu dilimə baxma. Nə xəyanətlər eləmişəm, öz kərəminlə mənim çağırışıma cavab ver. Ardıca buyurur ki, və aqbil əleyyə izə nacəytuk. Səninlə münacata gəldikdə, səninlə həm söhbət olduqda məni qəbul et. İcazə ver, ilahi, mən gəlim sənin huzurunda əyləşim, səninlə danışa bilim. Səninlə danışmaq, münacat eləmək iznini sən ver. Mənə bu şərafəti ver. Məni elə əzizdə ki, sənin huzurunda oturum, səninlə danışım, səninlə münacat eləyim. Məni qəbul elə, ilahi. Bu halımla qəbul elə, ilahi. Bu xəyanət bürümüş canımla qəbul elə. Bu cinayət törətdiyim bu ruhla, bu qəlblə məni qəbul elə, ilahi. Fəqət hərəbtu iləyik. Axı, sənin qapına gəlmişəm, sənə doğru qaçmışam. Və vəqaftu beynə yədəykə müstəkinən ləkəm təzərrən iləyik. Huzurunda boyun əyib yalvarıram və qarşılıq verəcəyinə ümid bəsləyirəm. İlahi, sənin huzurunda zəlilcəsinə dayanmışam. Sınıq qəlblə gəlmişəm. Göz yaşı ilə gəlmişəm. Heç nəyim yoxdur. Günahdan başqa heç nəyim yoxdur. Belə bir halda gəlmişəm sənin huzuruna, sənə sığınmışam. Və mənim sənə olan ümidimdir ki, məni gətirib sənin qapına. Sənin rəhmətinə olan, sənin sevginə olan ümidimdir ki, məni gətirib sənin qapına. Sənə ümid bəsləyirəm, ilahi. Və sənin mənim çağırışma cavab verəcəyinə ümid bəsləyirəm. Bilirəm ki, elə sən günahkarları çox nəvaziş edirsən. Günahkarların Rəbbisən. Günahkarları tez bağışlayırsan. Onların tövbəsini tez qəbul edirsən. İlahi, radiyan limə lədəykə səvabi və ta'ləmu mə fis nəfsi və təxbiru hacəti və ta'rifu zamiri və la yaxfa aleykə əmri munqələbi məsvay. İlahi, sənin qapına gəlmişəm.
huzurunda boyun əyib yalvarıram və qarşılıq verəcəyinə ümid bəsləyirəm. İçimdəkilərdən agahsan. Qəlbim nə haldadır, nəfsim nə haldadır, bundan agahsan. Arzularımdan da xəbərim var ilahi. Qəlbimi də görürsən. Etdiyim əməl, çatdığım yer, demək istədiyim söz, diləmək istədiyim hacət, umduğum aqibət səndən gizlin deyil ilahi. Hər bir şeydən xəbərdarsan. Bax, mən səni belə bir Rəbb olaraq səsləyirəm. Həzrət Əmir əl-Müminin münacatıdır da, Şəbaniyə münacat. Həzrət Əlinin dili ilə Allahla danışırıq. Mən səni belə bir Rəbb olaraq tanıyıram. Şaban ayı yaxşı bir fürsətdir. Bu münacatla qəlbimizi dirildək, ruhumuzu dirildək. Qızıl bir fürsətdir Ramazan ayı üçün Şaban ayından istifadə eləyək. Allahı daha yaxşı tanıyıb, Allaha mərifət əldə eləyək. Gözəl bir fürsətdir ki, Rəbbimizə mərifət əldə eləyək və Allah özü bu gözəl fürsəti, bu qızıl fürsəti bizim üçün hazırlayıb. Baxın, mən bir rəvayət deyim. Bu rəvayətdə görün Allahın bəndəsinə olan diqqəti, sevgisi nə qədər şiddətlidir. Həzrəti İsa aleyhissalam bir yerdən keçirdi. Gördü orada 3 qrup əyləşib. Gördü birinci qrup ağlayır. Ağlaya-ağlaya, fəryad eləyə-eləyə ibadət eləyir. Həzrət İsa yaxınlaşdı o birinci qrupa. Dedi, nə üçün ağlayırsınız? Nə üçün fəryad eləyirsiniz? Onlar dedi ki, əl-xovf minənnar. Cəhənnəm odundan qorxduğumuz üçün ağlayırıq. Biz cəhənnəm odundan qorxuruq. Həzrət İsa onlara dedi ki, bilin ki, hər kəs Allahdan qorxub göz yaşı töksə, Allah onu cəhənnəm atəşindən nicat verər. Ona o odu haram eləyər. Ümidiniz olsun ki, Allah sizin bədən üzvlərinizə cəhənnəm atəşini rəva bilməyəcək. İkinci qrupa yaxınlaşdı Həzrəti İsa aleyhissalam, gördü bunlar da ağlayır, fəryad eləyir. Həzrəti İsa aleyhissalam soruşdu ki, nə üçün ağlayırsınız, fəryad eləyirsiniz? Onlar dedilər ki, əş-şəvqı iləl cənnə. Bizi ağladan, fəryad elətdirən cənnətin şövqüdür, cənnətin eşqidir. Çünki biz orada peyğəmbərlərlə, övliyalarla, siddiqlərlə, salihlərlə, şəhidlərlə, mələkələrlə bir yerdə olacaq. Bunun sevinci, bunun şövqü bizi ağladır. Həzrəti İsa dedi ki, qiyamət günü siz nicat əhli olasınız. Behişdə olasınız, onlarla birgə olacaqsınız. Xoş sizin halınıza. Həzrəti İsa aleyhissalam 3-cü qrupa yaxınlaşdı. Gördü bunlar da ağlayır, fəryad eləyir. Həzrəti İsa dedi, nə üçün ağlayırsınız? Onlar cavab verir ki, hubbullah. Allah sevgisinə görə ağlayırıq, fəryad eləyirik. Biz Allahı çox sevirik. Həzrəti İsa dedi ki, əntumul müqarrabun. Baxın, o 2 dəstəyə demədiyi sözü bu 3-cü dəstəyə dedi. Həzrəti İsa buyurdu ki, siz Allaha daha yaxın olanlarsınız. O biri 2 dəstə də yaxşı idilər. Onlar da Allahın cənnəti ilə vəd olunmuşlardı. Amma Həzrəti İsa bu 3-cü dəstəyə xüsusi bir diqqət ayırır. Və buyurur ki, siz humul müqarrabun, siz daha yaxın olanlarsınız. Niyə? Çünki sevgi hər bir şeyin üzərində dayanır. Sevgi ilə olan bütün ibadətlər daha dəyərlidir və daha təsirlidir.
Ona görə Peyğəmbərdən soruşurlar, din nədir? Peyğəmbər buyurur, din yəni sevmək. Din sevgi üzərində qoyulub. Allah insanın yaradılışını sevgi üzərində yaradıb. Sevgi üzərində yaradıb. Və Həzrəti Əmir əl-Müminin dili ilə bir hədisi mən söyləyim. Həzrəti Əmir əl-Müminin dili ilə buyurur ki, Allah Teala bəndələrinə deyir ki, ibarəni oxuyum. Buyurur, Yəbnə Adəm, uhibbuk, fə əntə əhbibni. Ey insan, ey bəndəm, mən səni çox sevirəm. Çünki sən mənim bəndəmsən. Bəs sən də məni sev. Çox dəhşətli bir kəlamdır ki, Allah insana xitab edir. Ey mənim bəndəm, ey insan, mən səni çox sevirəm axı. Sən mənim yaradılış aləmimdə ən dəyərlisən. Yaradılış aləminin ən gözəli, ən ləyaqətlisi sənsən. Bütün yaradılış məhz sənə xadimdir, xidmət edir. Amma sən o qədər yaradılışın dəyərlisisən ki, sənin bircə dəyərin var, o da mənə bənd olmaq, mənə itaət eləmək, məni səsləmək, mənə dua eləməkdir. Çünki sən mənim bəndəmsən. Çünki sən mənim üçün xəlq olunmusan. Sənin dəyər, qiymətin mənəm. Bəs sən də məni sev. Əgər sən məni sevsən, bu sevgidə bütün dəyərlər var. Bütün fəzilətlər bu sevgidə cəm olub. Bütün şərafətlər bu sevgidə cəm olub. Necə ki, əziz Peyğəmbərimizin zamanında Peyğəmbər deyir, məsciddə əyləşmişdi. Deyir, üzün çevirdi səhabələrə. Peyğəmbər buyurdu ki, müminin ən yaxşı nişanəsi, əlaməti nədir? Deyir, səhabələr hərəsi bir söz dedi. Biri dedi namaz, biri dedi oruc, biri dedi zəkat. Peyğəmbər dedi, xeyr, bunlar deyil. Peyğəmbər dedi, bunlar deyil. Düzdür, bunlar onun fəzilətidir, üstünlüyüdür. Amma Peyğəmbər baxın görün nə deyir. Peyğəmbər buyurdu ki, bunların hamısı fəzilətlərdəndir. Amma daha üstün və mühüm məqam isə müminin qəlbində Allah sevgisi olmasıdır. Əgər mümin Allah sevgisi ilə, eşqi ilə, məhəbbəti ilə yaşayırsa, o zaman o müminin qıldığı namaz daha fəzilətli olacaq, qəbul olacaq. O zaman o müminin cihadı qəbul olacaq. O zaman o müminin tutduğu oruc qəbul olacaq. Sevgi üzərindən olan ibadət, bəndəçilik. İnsan Allahı sevdiyi qədər Allaha olan ehtiyacını hiss eləyəcək. Və o hərarət daha da şiddətlənəcək. O hərarət şiddətlənəndə bəli, insan bir xəlvət, bir yer axtaracaq ki, bir xəlvətə çəkilsin, Allahla razı niyaz eləsin. Allaha olan ehtiyacını dilə gətirsin. Ki, ilahi, mən səni istəyirəm. Mən sənə qovuşmaq istəyirəm. Mən sənə can atıram. Ona görə Peyğəmbər gecə gündüz dua eləyərdi. İlahi, la təkilni ila nəfsi tərfətə aynin əbədən. İlahi, məni bir göz qırpım öz başıma buraxma. Görün, duanın əzəmətinə baxın. Bəli, əzizlər, möminlər, biz bu Şaban ayında yaxşı olar ki, dua ilə qəlbimizi dirildək. Dua ilə Allahla olan münasibətimizə bir çəki düzən verək. Əgər duamız yoxdursa, bu Şaban ayında duaya xüsusi bir yer ayıraq. Xüsusi bir vaxt ayıraq. Yavaş-yavaş gündə 2 dəqiqə,
Hər gün 2 dəqiqə, 1 dəqiqə artıraq Allahla olan söhbətimizi, münacat. Əgər sözümüz yoxdursa, təbiidir, bizim kimi natamam insanların Allahla danışmağa bəzən söz olmur. Əhl-i Beytin oxuduğu münacatlardan, xüsusilə Şaban ayının münacatı ki, mən bu münacatı sizlə bölüşürəm. Qəsd eləmişəm ki, bu Şaban ayı bitənə qədər bu Şaban ayının münacatını hissə-hissə oxuyum, izah eləyim, şərh eləyim. İnşallah bu ayı dua ilə, istiğfarla keçirdik. Bu duaya, Şaban ayının münacatına xüsusi yer ayıraq. Dua bizim həyatımıza daxil olsun. O zaman bəndəçiliyin ləzzətini, şirinliyini dadacağıq. Ona görə bəndəçilikdən, namazdan, dua, zikirlərdən şirinliyin ala bilmirik, dada bilmirik ki, çünki dua yoxdur həyatımızda. Dua həyatımızda olmadığına görə zikrin şirinliyi, bəndəçiliyin şirinliyi, ibadətin şirinliyini dada bilmirik. Amma dua eləyəndə, dua ilə yanaşı zikir, ibadət olanda, bəli, insan o zikrin şirinliyini dadır, ruhda qoyduğu təsiri anlayır. Amma sözümün sonunda istəyirəm Əbu Abdillah Hüseynə təvəssül eləyək. O həzrətə salam verək. Çünki İmam Hüseyn əleyhissalamın adında, onun hüznündə, onun müsibətində insanın ruhu, insanın qəlbi riqqətə gəlir. Ona görə insan tərbiyəsində, insanın ruhunun paklanmasında İmam Hüseyn əleyhissalamın hüznü, kədəri, onun zikri müsibəti çox mühüm rol oynayır. Esselamu aleykə ya Əbu Abdillah və aləl ərvahilləti hallət bifinaik. Aleykə minni selamullahi əbədən mə bəqitu və bəqiyyəl leylu və nəhar. Və la cəaləhullahə axirəl əhdi minni li ziyarətikum. Esselamu aləl Hüseyn və alə Ali ibnil Hüseyn və alə evladil Hüseyn və alə əshabil Hüseyn. Qurban olaq o susuz dodaqlarına, ya Əbu Abdillah. Qurban olaq o Tasua günündə etdiyin dualara, qıldığın namazlara, etdiyin istiğfarlara, oxuduğun Qur'ana. Tasua günü dedi, Əbəlfəz, qardaş, düşməndən icazə al, dinən Hüseyn istəyir bu gecə öz Rəbbindən xəlvətə çəkilsin. Çünki Hüseyn namazı sevir. Çünki Hüseyn Allahın kitabını tilavət eləməyi sevir. Hüseyn istiğfarı sevir, duanı sevir. O gecəni, Tasua gecəsini Əbu Abdillah ilə Hüseyn dua ilə, istiğfarla, namazla, Quran tilabəti ilə keçirdi. O bütün xeymələrdən ağlaşma səsləri, münacat, nalə səsləri ucaldı göyə. Hətta düşməni ağlatdı. Amma belə bir imam atlar ayağı altında qaldı. O mübarək bədənin üstündə atlarla çapdılar. O imama bir qətrə su vermədilər. Ac, susuz şəhid elədilər. Amma o imam bütün halında Allaha təslim idi, Allahla danışırdı. İlahi rizam bi qəzaink, ilahi razı oldun Hüseynin bu az əməlinə.
İlahi razı oldun Hüseyin'in bu az kurbanlarına. Allah'a ant verirəm izzətinə, cəlalına. Allah bizi bu ayın hürmetine Ebu Abdillah ile Hüseyin'e xatir bağışlasın inşallah. Esselamu Aleyküm ve Rahmetullah.